sağ qalanlara isə şəfa arzu edirik. Bu və digər mövzuları regionla bağlı ən son hadisələri müzakirə etmək üçün studiyamızda dəyərli qonağımız da bizimlə birlikdədir. Klasik Xalq Cəbhəsi Partiyasının sədri Mir Mahmud bəy Mirəlioğlu bugün bizimlə birlikdədir. Uzun zamandan sonra sizi Mediatürkün studiyasında gördüyümüz üçün məmnunuq və dəvətimizi qəbul edib studiyamıza gəldiyinizə görə də təşəkkürümüzü bildiririk Mir Mahmud bəy. Təşəkkür edirəm, sağ olasınız. Allah şəhidlərimizin ruhlarını şad etməyi bizə nəsib eləsin. Allah qazilərimizə şəfa versin. Ordumuz müzəffər, əsgərimiz qalib olsun inşallah. Və təəssüf ki, yəni veriliş bizim söhbətimiz bu hadisə ilə başladı. Yəni bu məsələnin də arxasında nəyin necə olmasından asılı olmayaraq Rusun özü dayanır, Rusun burada siyasəti dayanır və bizim üçün də münasibətləri, onsuz da kövrək olan münasibətləri biraz da gərginləşdirmək lazımdır deyə tez tələsik də bu açıqlamanı verirlər. Və indi siz oxuduğunuz mətndə də bir neçə dəfə həm də Xarici İşlər Nazirliyinin açıqlamasına istinad edərək vətəndaş sözünü işlətdiniz və də o bizim elə verilişdən qabaq o sətrin, sərlövhənin yazılmasına olan söhbətimiz də sanki yerini tapdı. Bəli, bu Azərbaycan vətəndaşlarıdır deyə o cür yazmaq daha doğru olardı məncə. İndi biz hələ təsdiqlənməyib də, amma Xarici İşlər Nazirliyi artıq rəsmi olaraq həm baş sağlıq verir, Allah rəhmət eləsin, biz də qoşuluruq, Allah xəstələrə də şəfa versin. Azərbaycan adına olanlara belədir və bizim indi Mediatürk olaraq da məncə Azərbaycanlılar sözündən qaçmaq lazımdır. Yəni, elə vətəndaşımızdır, vətəndaşa sahib durmaq lazımdır. Milli mənsubiyyətlə, üzr istəyirəm, vətəndaşlıq məsələsini qarşılaşdırmaq biraz uğurlu görünmür. Və təşəkkür edirəm dəvətə görə. Və sizi də, sizin izləyicilərinizi də salamlayıram və hər kəsə təşəkkür edirəm. Təbii, bu mövzuların müzakirəsi çox vacibdir. İndiki dövrdə Rusiyanın gərginliyi artırmağa hesaplanan cəhdlərindən biri kimi də bu olaya baxmaq mümkündür. Mən elə bu hadisə baş verərkən istər-istəməz bir növ 2024-cü ilin sonlarında Rusiyanın hava məkanında Azərbaycana məxsus olan Azalın təyyarəsinin vurulması hadisəsini dərhal xatırladım. Yəni o dönəmdə də Rusiyanın Xarici İşlər Nazirliyi, digər rəsmi qurumları müxtəlif iddialar səsləndirirlər ki, güya Rusiyanın hava məkanında bu hadisə baş veribsə, elə məsuliyyət nəinki Rusiyanın üzərinə düşmür, əksinə onlar iddia edirlər ki, güya Ukrayna hücum təşkil edib, bizə onu zərərsizləşdirmək istəmiş. İndiki olayda isə diqqət çəkən məqam ondan ibarətdir ki, məhz Ukraynanın Rusiya tərəfindən işğal altında olan ərazilərinə müdaxilə məqsədi ilə gəmilər hərəkət edir və gəminin içərisində Azərbaycanlılar da var. Yəni bu Mariupol və Berdyansk limanlarında bu gəmilərin hərəkət istiqamətinin olduğu qeyd olunmaqdadır və həmin ərazilərdə də Rusiya işğalçı ordusu prosesləri və olayları idarə etməyə çalışır. Yəni bu da sual yaradır. Azərbaycanlıların, Azərbaycan vətəndaşlarının Rusiyanın belə deyək ki, bir növ maraqlarına sərf edəcək məqam kimi də bu görülür ki, Ukraynadan işğal etdiyi əraziləri, nəzarətə götürdüyü bölgələrdə bizim nə işimiz ola bilər və Rusiya sanki bundan da bir istifadə etməyə çalışır ki, Ukraynanı Azərbaycanı qarşı-qarşıya qoysun. Yəni aydın məsələdir ki, sən Ukraynanın işğal etdiyin ərazisinə, bölgəsinə müdaxilə edirsənsə, qarşı tərəfdə bunu zərərsizləşdirəcək, buna bir müdaxilə edəcək. Yəni orada sırf Azərbaycanlılar olub deyə Ukrayna zərbə endirəsi deyil. Təbii ki, bu belədir, amma Rusiyanın bunu təqdim etmək şəklinə baxaq. Burada necə sizcə nəticə çıxarmaq olar, Mir Mahmud bəy? Havada, suda, quruda, hər yerdə düşmən dəyişmir. Xatırlatdığınız da 24-cü ilin dekabrında baş verən hadisə də belədir. Hətta Putinə qədər hər kəs o məsələyə münasibət bildirmişdi. Azərbaycan tərəfinin səyi nəticəsində həm bir ictimai rəy nəticəsində, həm də dövlət siyasəti nəticəsində o gündəmə gətirildi və nəhayət hətta təzminat məsələsi də aktuallıq kəsb elədi. Bütün bunların hamısı ilkin addımlarda atılmışdır. İndi yəqin ki, sonda bəlli olacaq ki, bu da bizim təxminlərimiz də eynidir. Bu araşdırma da öz təsdiqini tapacaq. Deməli, düşmən dəyişmirsə, düşmənin mövqeyi, məkri, hiləsi bizim milli kimliyimizə görə, bizim mövcudluğumuza görə, bizim ərazilərimizə görə dəyişmirsə,
Deməli bizim də mövqeyimiz biraz dəyişməlidir. Düşmənə qarşı dəyişməz bir mövqeyimiz olmalıdır. İndi dostluq öz yerində, nə bilim, kiminsə məsələlərə münasibəti, baxışı öz yerində, diplomatik münasibətlər öz yerində, amma tarixi əzəli, əbədi düşmənçilik dəyişmədiyinə görə bizim də adekvat münasibətimiz olmalıdır və biz ardıcıl olmalıyıq. Siyasətimizdə də, fəaliyyətimizdə də belə olmalıdır və Rusun Azərbaycana münasibəti bəllidir. Dərbənddən Kəngər körfəzinə qədər bütöv Azərbaycana olan dost və düşmən münasibətləri bəllidir və bu bəlli olan münasibətlərə də adekvat cavab olmalıdır. Məncə Rus necə özünü haqlı hesab eləyirsə, dırnaqarası da olsa, hesab eləyir ki, bu məsələlərdə o haqlıdır, Ukraynanı işğal eləməkdə haqlıdır, Ukraynaya hücum təşkil eləməkdə haqlıdır, güya ki, Ukraynanı yenəcəkdir və ona qalib gələcəkdir filan, özünü də haqlı sayırdı və bu gün də haqlı hesab eləyir özünü. Eləcə də haqq davasında da bizim mövqeyimiz və münasibətimiz sarsılmaz olmalıdır, davamlı olmalıdır və dəyişməz olmalıdır. Rusiya Azərbaycanlılara və oradakı soydaşlarımıza və eyni zamanda dövlətimizə qarşı müxtəlif məkirli planlardan, oyunlardan, xüsusilə 44 günlük Vətən savaşından sonra dəfələrlə sərgilədiyi davranışlarda bunu göstərdi ki, əl çəkmək istəmir və bunu müxtəlif, belə deyək, hadisələrin təkrarlanması ilə biz yaşadıq. Siyasi, sosial, hərbi yöndə təzyiqlər, təhdidlər, oradakı insanlarımızın, Rusiyadakı soydaşlarımızın sıxışdırılması, qanunsuz yerə həbslər, repressiyalara məruz qoyulması və bir növ müxtəlif formalarda regionu gərginləşdirmək, yenə də Ermənistanla Azərbaycanı qarşı-qarşıya gətirmək planları Rusiya tərəfindən göründü. Hələ bundan da indi də əl çəkmək istəmirlər, Paşinyanı orada sıxışdırırlar. Hətta bu azmış kimi yeni təkliflər də Rusiyadan eşidilməkdədir ki, Mixail Galuzin və digərlərinin timsalında bunu görürük. Onlar iddia edirlər ki, Azərbaycana və Ermənistana biz yenə də vasitəçi ola bilərik. Sülh məsələlərini gəlin birlikdə oturaq, müzakirə və s. Yəni bu təzyiq deyəndə ki, onların media resursları, platformaları ilə bu yaxınlarda Qarabağın ərazisini yenə də başqa bir rənglə qeyd etmişdilər. Azərbaycan Xarici İşlər Nazirliyi buna sərt etiraz bildirdi. Sonra həmin yayım ümumiyyətlə tamamilə Rusiyanın birinci kanalından silindi. Yəni bununla bizimlə baş edə bilməyəcəklərini, istədikləri bir şeyə nail ola bilməyəcəyini anlayan Rusiya sanki dilini, üslubunu, yanaşmasını da dəyişir. Müəyyən qədər kövrək olur, bəzən mülayim davranır. Əslində bu özü o demək deyil ki, Rusiya ilə yanaşmasından imtina edib. Bu sadəcə bir siyasi manevrdir, gedişlə də bu cür görülə bilir. Bu baxımdan Rusiyadan nə gözləmək olar indiki məqamda? Hətta fikirlər var ki, Putin ölkəmizə səfər etməyə hazırlaşır, görüşlər planlaşdırır və s. Yəni bu baxımdan Rusiyanın planlarına nə ola bilər sizcə daha? Rusiyadan nə gözləməkdən asılı olmayaraq, Rusiyadan yaxşı, xeyirli heç nə gözləmək doğru deyil. Kimsə gözləyirsə, o da onun şəxsi fikridir, amma ictimai rəy, media bütövlükdə köklənməlidir ki, kimin kim olmağını göstərməkdən ötürü. Olsun ki, kimsə darıxır, kimsə Rusca danışıqdan ötürü narahatdır, artıq Bakının küçələrində açıq şəkildə, yəni Rusca danışıq yoxdur, yaxud özlərinin Rusla olan dostluqlarını və s. bunları nəzərə alırlar, amma Rusiyadan Azərbaycana yaxşı, xeyirli heç nə gözləmək olmaz. Bu günlər həm də bir ağır günlərdir. 33 il bundan qabaq bugünkü günlər Rusiyanın Azərbaycanda törətdiklərini unutmaq olmaz. Gəncədə baş verənlərin arxasında Rusiya dururdu. Gəncədə baş verənlərin arxasında İran Anti-İslam Cumhuriyyətinin səlahiyyətli və fövqəladə səfiri dururdu, Nahvandiyam dururdu. Yəni bunlar iştirak edirdilər bütün bunlar və buna görə biz söhbətlərimizdə şəhidlərimizi unutmuruq. Həmin gündə bizim günahsız nə qədər şəhidlərimiz oldu və özdə ateş açanlar da elə silah Kalaşnikov da olsa, silah Rus tankı da olsa, amma ateş açanlar özümüz olduq. Özümüz özümüzə qənim kəsildi və adımız eyni oldu. Onun üçün də Rusiyadan nəsə gözləmək və bu Rusiya öz dəyişəcək simasını dəyişəcək, Çar Rusiyası idi, Sovet Rusiyası oldu, müstəqil Rusiya oldu, güya dostluq oldu, güya ki Sovet İttifaqından sonra artıq müstəqil dövlətlər birliyi oldu və s. bunlar oldu. Bunların heç birisi bizi aldatmalı deyil siyasətdə.
Təbliğatımızda, tədrisimizdə, bütövlükdə bu məsələ öz yerində olmalıdır ki, yeni ərazi itkisi olmasın, şəhidlər olmasın, bunlar mütləq olmalıdır və bu dövlət siyasətinə gətirilməlidir, dost və düşmən məsələləri. Diplomatik siyasət olsun, hər kəs, bütün dövlətlər bir-birindən diplomatik münasibətdədir. Amma Rus unutmasın ki, Dərbənd Azərbaycan torpağıdır və mütləq birləşəcək. Bunun gezi tezi var. Necə Qarabağla bağlı indi siz deyirsiniz, daha hər şeyi qurtarıb elə. Bunlar olmalıdır ki, tədris olunmalıdır, bilinməlidir ki, dövlət siyasətində olsun. Yadınızdadırsa, məsələn, biz indi bu qısa ömrümüzdə, yəni təbii ki, qısa da deyil, indi bizim yaşımız o qədər var, amma bu yaşadığımız müddətdə, 30 il müddətində 44 gün 23 saat yaşadıq. Adam kimi yaşadıq. Bizə bunu şəhidlər yaşatdı. Yəni, həm 44 günlük savaş, həm də deməli 23 saatlıq da antiterror əməliyyatı. Amma bunu biz həm də 2008-ci ildə İlham Əliyevin ikinci seçkisindən sonra dövlətə, Milli Məclisə, hakimiyyətə, prezident aparatına, Milli Elmlər Akademiyasına, ondan sonra baş nazirə, hər yerə bu antiterror əməliyyatı ilə bağlı, keçirilməsi ilə bağlı müraciətlər göndərmişdik. 18 il yuvandı, amma oldu, gerçək oldu. Bax, Dərbənd də belə azad olunacaq, bütöv Azərbaycan da belə mütləq olacaq. Bizim buna inamımız var və imanımız da bizə güc verir ki, bu mütləq olacaq. İndi Rus da bundan təbii ki, əl çəkməyəcək. Rus indiki məsələlər danışıldığı kimi, yəni indi bugün baş verən hadisələr, bu sutka ərzində baş verənlər, bu günə qədər olanlar, bütövlükdə Azərbaycan-Rusiya münasibətləri, yadınızdadırsa, Rus evləri ilə bağlı bu studiyada danışmışıq, hər yerdə danışmışıq ki, bu Rus evləri deyil filan. Nəhayət, yəni gec də olsa çatıb da, yəni bu fikir çatıb, sahibinə çatıb ki, bir siyasi iradə qoyulub ortalığa və bu məsələlər həllini tapıb. Xocalı prospektində ana fəryadının yanında Rus evi və bəlli idi ki, nə idi, nə ilə məşğuldur. Yaxud Bakının göbəyində, nə bilim, İslam Mədəniyyət Mərkəzi, nə bilim, adı nədir, Xomeyni adına, filana, belə. Bunların hamısı bəlli idi, deyilirdi. Amma bu media bunu deyəndə, siyasət bunu deyəndə, nəhayət ki, gerçəkləşəcək və bu olacaq. Yadınızdadırsa, məsələn, Xocalı işğaldan azad olunmadı, biraz gec oldu da, deyək ki, yəni o qaytarıldı. O müddət ərzində Rus neynədi? Bütün Rus çarlarının heykəlini qoydu Xocalıda. Və Rus əskərinin, xilaskar Rus əskərinin, bilək ki, erməni qızı da qucağında heykəlini qoydu. Yəni, bütün bunların hamısı kör-kör, gör-gör idi də, ortada idi. Yəni, Rus dəyişməzdir. Rusun işğalçı siyasəti dəyişməyəcək. Yəni, bizə qarşı olan siyasəti. İndi Qafqazda ən qısa yol məsələsi, dəmir yolu məsələsi gündəmə gətirirlər. Bundan ötürü Ermənistan, Gümrü və deyək ki, Gürcüstan və Azərbaycan ərazisi məsələləri, hətta Türkiyə ərazisi filan şirinləndirici məsələlər olur. Sərhədlərin delimitasiyası ilə bağlı yeni təkliflər irəli çıxır və s. bunlar var. Bu, Rusiyanın Qafqaza və işğal etdiyi ərazilərə münasibətinin dəyişmədiyinin göstəricisidir və bizə də. İndi Putin gələcək, indi yüksək səviyyədə də qarşılanacaq filan da. Nəyin necə olmasını asılmıyor. Bəlkə də heç gəlməyəcək, bəlkə də heç son səfəri, son ideyası olacaq bu. Heç bu səfər bəlkə də gerçəkləşməyəcək. Arzu olunan odur ki, gerçəkləşməsin də. Amma bizim ağlımız, bizim məsələlərə münasibətimiz yerində olmalıdır. Davamlı olmalıdır. Dostumuzu, düşmənimizi bilməliyik və dostumuzun, düşmənimizin libasını dəyişməsi bizi çaşdırmamalıdır. Ritorikasının dəyişməsi də bizi çaşdırmamalıdır. Bu baxımdan istərdim Ermənistanda baş verən hadisələrə də toxunaq. Orada da qızğın və gərgin bir dövr başlayıb və xüsusilə demək olar ki, artıq həlledici nöqtəyə yaxınlaşır. Paşinyan Rusiyanın dəstəklədiyi rəqiblərlə üz-üzədir. Bir tərəfdə Karapetyan, Köçəryan və bu kimi şəxslər bir növ Ermənistan cəmiyyətində yenə də qarşı durma yaratmağa çalışırlar. Təbii ki, burada yenə başda Rusiya dayanır və Rusiyanın idarə etdiyi o qüvvələrin fəaliyyətini biz görməkdəyik. Hətta İrəvandakı meydanda bu yaxınlarda Azərbaycan dilində bir nitq də səsləndirildi ki, güya bir qism Azərbaycanlı ailə artıq İrəvana gəliblər, Rusiyadan gəliblər, hansısa bir başqa bir dövlət ərazisindən
Rusiya ola bilər ya başqa hər hansısa biri gəliblər, İrəvanda məskunlaşıblar və onlar evə daxil olan kimi dərhal belə bir fikir bildiriblər ki, bax bura bizim torpağımız, gəlmişik, bura biz sahib çıxırıq. Yəni bir növ Ermənistan cəmiyyəti, təbii ki, o bizim ərazilərimizdir, tarixi torpaqlarımızdır, ora qayıtmalıyıq. Amma indiki dönəmdə belə bir çıxışı yaymaq və bu fonu yaratmaq ki, Paşinyan şərait yaradıb, artıq Azərbaycanlılar gözə görünməz şəkildə İrəvana gəlirlər, heç kim bunlardan xəbərdar olmur, binalara, evlərə daxil olurlar və deyirlər ki, bura bizim torpaqlarımız və biz sahib çıxacaq. Belə bir səsli formada Azərbaycan dilində neft səsləndirildi və Paşinyan da buna etiraz etdi ki, yəni bu bir quraşdırılmış bir oyundur, ssenaridir. Hər cür variantlar var. Sizcə, xüsusilə bu məqamla bağlı da bir şey də əlavə etmək istəyirəm. Paşinyan bu yaxınlarda Erdoğanla danışdı və Qurban Bayramı münasibətilə təbrik etdi. Çox maraqlıdır. Putin Paşinyana zəng etdi, güya doğum günü mesajı verirdi, amma orada da bir təhdid üslubu yenə var idi. Ardınca da Paşinyanla Erdoğan arasında danışıq. Bu sizcə necə baxıla bilər bu hadisələr arıcılığı, zənciri ümumiyyətlə bizə nəyi göstərir? Həyatın davam etməyini, proseslərin bir daha aydın, şəffaf olmasını və bu davam edən həyatda da qonşuların mövcudluğunu qəbul eləməyi və seçimin də, siyasi seçimin də doğru olduğunun göstəricisidir. Yəni, bu diplomatik də olaraq belədir, siyasət də olaraq belədir. Digər məsələlər var ki, bu indi bir gündən sonra seçkidir də, 7-sində seçki olur Ermənistanda. Bu seçkidə erməni xalqının da seçiminin doğru olacağının göstəricisi olacaq. Belə fikirləşirəm mən və inanıram ki, bu belə də olacaq və Paşinyan da qalib gələcək. Amma Rusiya da mövqeyindən əl çəkməyəcək təbii ki. Biz indi niyə qayıdıram bir də ona ki, biz hər mövqeyimizə, doğru mövqeyimizə sahib durmalıyıq. Hər kəsin bildiyi bir məsələ var. İndi İlham Əliyevin də dilində bu var, Şərqi Zəngəzur məsələsi var. Yəni bu məsələdə o ifadə, Şərqi Zəngəzur ifadəsi bilərəkdən və seçilmiş bir ifadədir. Yəni torpaqlarımız. Əslində bu Zəngəzur dəhlizidir. Sahib durmayanda olur Trump dəhlizi. Sabahlarda deyəcəklər Putin dəhlizi, artıq deyirlər ona. Yəni oradan, yəni bu dəhlizə, Zəngəzur dəhlizinə. Amma biz sahib duranda bu olacaq elə Zəngəzur dəhlizidir. Bunu, bəli, bitəcək, onunla da bitəcək. Bu Trump da gedəcək, Zəngəzur yerində qalacaq. Putin də çıxıb gedəcək, olmayacaq. Tarixdə heç izi tozu da qalmayacaq, amma pis qalacaq. Pyotr lənətlənən kimi qalacaq. Stalin, Lenin lənətlənən kimi qalacaq, amma Zəngəzur yerində qalacaq. Ona görə ardıcıl, davamlı siyasət, doğru siyasət olmalıdır ki, bu olsun. O da indi həm bu zəngləşmələr, təbriklər, münasibətlər, jestlər, bunlar həm də sabahın işartılarıdır. Sabah hansı addımlar olacaq, nələr necə olacaq ona görədir və hesablanmış və doğru hesablanmışdır. Rus tərəfdən baxanda Rus üçün doğrudur və Türkiyə və Ermənistan tərəfdən baxanda da, yəni onların gözü ilə baxanda da bunlar üçün doğrudur və bu doğru olan məsələ də inşallah daha doğrusunu Allah bilir, amma o mütləq və mütləq gerçəkləşəcək. Millətin istədiyi olacaq. Bəli. Bunların gec-tez öz həllini tapmasını biz arzu edirik və ümid var ki, bu proseslərin ardıcılığı da bizi sürətlə buna doğru daha da yaxınlaşdırır. Türkiyə mövzusu da burada diqqət çəkir. Türkiyə daxilində son vaxtlar müəyyən bir siyasi gərginlik, daha çox müxalif düşərcə daxilində CHP partiyası içərisində hiss olundu. Hər halda Rəcəb Tayyib Ərdoğanla bağlı da Türkiyə cəmiyyətindəki reaksiyalar, mövqelər, iqtidar müxalifət mübarizəsi, hətta Azərbaycan cəmiyyətində bu belə qəbul olunur ki, bu heç kimdə şübhə doğurmur. Bizim qazandığımız qələbədə tək Azərbaycan deyil, Türkiyənin həm bütünlüklə Türk dünyası ailəsinin böyük bir qələbəsidir və burada Rəcəb Tayyib Ərdoğanın da rolu, dəstəyi danılmazdır və Azərbaycan cəmiyyətində ona qarşı bir xüsusi rəğbət və münasibət də var. Amma xüsusilə də hətta bəzən elə fikirlər də söylənilir ki, Rəcəb Tayyib Ərdoğandan sonra necə olacaq? Bəs bu dönəmin gəlmiş olduğu indi hazırki vəziyyət uğurla Türkiyədə davam etdirilə bilərmi? Bu ya müxalif düşərgəsindən, CHP-dən kimsə gəlib bu missiyanı öz üzərinə götürüb layiqli şəkildə həyata keçirəcəkmi? Yoxsa elə Rəcəb Tayyib Ərdoğanın komandasının daxilindən kimsə bu kimi hadisələri davam etdirə bilər? Belə bir namizədin kim olub-olmaması suallar yaranır. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da növbəti seçkiyə gedib getməməsi. Düzdür, o zamana qədər amma hələ vaxt var, amma yenə də
bu belə deyək, məsələlər hər zaman medianın və mətbuatın diqqətindədir. Azərbaycan cəmiyyətini yenə də qeyd etmək istəyirəm, altını çizərək Ərdoğana qarşı münasibətində xüsusi bir həssaslıq var. Amma Türkiyədə çox rəngçilik var. CHP-ni də dəstəkləyənlər var, onun içərisində də bölünmə var, parçalanma var, iqtidar komandası ilə bağlı müxtəlif narazılıqlar bəzən görünür. Sizcə necə ola bilər? Yəni bu Türkiyənin daxilindəki proseslər Rəcəb Tayyib Ərdoğandan sonra necə olacaq və ümumiyyətlə onun daha bir seçkiyə getməsi gözlənilə bilərmi? Medianın bu məsələdə gündəlik mövzu axtarmağı, özünün mövzu tapıb gündəmə gətirməyi tam təbiidir. Yəni, belə olmalıdır. Amma siyasət gündüz siyasət deyil ki, siyasət strateji olmalıdır və mütləq bu cürdə davam eləməlidir. Məsələn, bizim insanımıza, hətta bu mövzuda geniş danışanlara Türk Dövlətləri Təşkilatı belə gəlir ki, bu elə bu 2009-cu ildə olan məsələdir, Naxçıvanda olan məsələdir. Ondan sonra, yaxud deyək ki, sonraki vaxtlardadır. Yaxud deyək, məsələn, 90-cı illərdə, 80-ci illərin sonundadır. Yox, elə deyil axı. Bunun tarixi kökü var, Turan var. Bunun kökü gedirsən, araşdıranda görürsən ki, 100 il bundan qabaqdır. Biraz araşdırırsan, görürsən ki, yox, bu 100 il bundan qabaq deyil. Bu ümumiyyətlə ilk Türk dövlətlərinin yarandığı zamandandır. Sonra biraz da deyirsən ki, bu Türk dövlətləri bir-biri ilə daha savaşa çıxırdılar, dünyaya hakim olmaqdan ötürü. Bu sultan o şahla, o şah bu sultanla yola getmirdi filan. Və burada İngilisin barmağı, burada Yahudinin barmağı, burada nə bilim Farsın barmağı, Rusun barmağı və s. bunlar vardı. Bunların hamısı öz yerində baxırsan ki, yox, bunun tarixi artıq getdi 1000 il əvvələ. Yəni tarixin öyrənəndə və onu tətbiq eləyəndə baxırsan ki, bu məsələlər yeni deyil. Deməli, bu da yeni deyil bu məsələlərdə. O yeni olmadığına görə bunun kökü də var. Məsələn, deyək də, aləmə idraçla salam verənlər var. Məsələn, Səməd Vurğun belə bir şey deyirdi, deyəsən. Bir də var, məsələn, deyək ki, biri də deyir ki, özü üçün belə fikirləşir, Aşıq Abdullahdan sonra axmaqlara qalan dünya. Bitdi məsələ. Amma bir də var ki, Yunus Emre deyir ki, biz dünyadan gedər olduq, qalanlara salam olsun. Məsələ nə Ərdoğanla bitir, nə Mir Mahmudla bitir, nə kimlənsə bitir. Bir adamlarla deyil ki, bu millətin kökündə olandı. Bunun bünövrəsini elə qoyublar ki, bu Mustafa Kemal Atatürk'ün şah əsəri olan Türk Cumhuriyyəti elə qurulub ki, CHP 100 yerə parçalansa da, nə də olsa da, nə bilim, kiminsə ömrü bitsə də, o da olsa da, bu Cumhuriyyət qalacaq yerində. Bu münasibətlər də qalacaq. Bu tarixi münasibətlərdir və köklü münasibətlərdir. İndi məsələ nədir? Biz çox istəyirdik ki, bu əsrin əvvəllərində də, keçən əsrin sonunda da Azərbaycan bu iddiada idi ki, biz bu milli mücadilədə olanlar, biz Türkiyəyə oxşayaq. Onu götürək, o konsepsiyanı götürək, o strukturu götürək filan. Türkiyə Azərbaycana oxşamağa başladı. Bizim bugün Türkiyədə yaşayanların, biz 33 il bundan qabaq yaşamışıq. Bugün Türkiyədə yaşanan var, onları. Yəni bunlardan hamısı Türkiyə Cumhuriyyətinin insanları, bu dava adamları sıyrılıb çıxacaqlar. Ağılla çıxacaqlar, normal çıxacaqlar. O dedikodular da qalacaq tarixdə, bir dənə bir acı təbəssümlə yad olunacaq. Bu məsələ çox ciddi məsələdir. Nə üçün? Siz dediyiniz kimi, yəni media məsələsi var, axı bugün konkret başlıq lazımdır. Tamaşaçını cəlb eləmək lazımdır, düzdürmü? Bu daha ciddi məsələdir. Medianın gücü ondadır ki, o siyasəti də ardınca apara bilir. Əslində siyasət o qədər güclü olmalıdır ki, media onun arxasında getməlidir. Düzdür, media da öz sifətini saxlamalıdır, aparıcılıq eləməlidir, yeni mövzular tapmalıdır. Amma bu mövzunu siyasət müəyyənləşdirdi, bugünkü mövzunu. Rusun işğalçı siyasəti, məkirli siyasəti, öz ərazisində, onun işğalının altındadır da o ərazi və oradan o qanunsuz, gizli, nə bilim, nə yüklər gedir, özü vurur və özü də durub tez də bəyan eləyir ki, sən demə, biz Ukraynanın dronları, yaxud naməlum filan da dronlar vurulubdur, belədir. Orada bizim də bir payımız var, ona bir cümlə ilə deyim keçim ki, biz öz insanımıza, istər o vətəndaş olsun, istər milli mənsubiyyəti bizdən olsun, bizim soydaşımız olsun, ona iş tapmalıyıq ki, o günahımız işləməkdən ötürü gəmilərdə, bizim bütün dünya gəmilərində Azərbaycan insanı işləyir, yeri gəlmişkən. Mütəxəssislərimiz o qədər güclüdür, o qədər var onlar, onlardan istifadə eləmək lazımdır. Bu işçi qüvvəsi axmamalıdır, getməlidir kənara.
Düz deyil, onun hamısını tam təmin eləmək mümkün deyil Xəzərdə və s. Amma bizim axı dünyada üzən gəmilərimiz var. Azərbaycanın, belə deyək, bizim məşhur, nə bilim, gəmi istehsal edən insanlarımız var. Yəni o holdinglər var, bunlar var. Bu adamlar burada işləməlidir. O təcrübə biz bir də görürsüz, eşidirik ki, filan gəmi filan yerdə saxlanıldı. Elə deyil. Bu son müharibələrdə və ya da orada filan kapitan bizimdir. Yəni buna biz sahib dursaq, bizim o işçi qüvvəmiz kənara axmasa, onun təhlükəsizliyini də təmin edəcəyik dövlət səviyyəsində, edə biləcəyik. Mən narahat deyiləm Türkiyədə baş verənlərdən. Türkiyədə baş verənlər o qədər deməli, deyək ki, məntiqi və deyək ki, həm də nəzarətdə olan məsələlərdir ki, orada biz ora müdaxilə eləyəndə, oradan danışanda diletant səviyyəsində oluruq. Siyasi olaraq da və s. budur. Amma həm də o var ki, qoskocaman Türkiyə Cumhuriyyəti və Atatürk'ün partiyasının bu hala düşməsi doğru deyil. Həm də bu nəzarətdə olan bir haldır. Öncədən, qabaqcadan məsələlər olub. Yadınıza salın bir maraqlı cümlə deyim ki, məşhur Türk seriallarından olan o Qurtlar Vadisində bir cümlə vardı ki, biz kasetlərlə dənizi qurutduq. Söhbət Dəniz Baykal'dan gedirdi. Yəni, belədir. Yəni, bu siyasət doğru siyasət deyil. Yəni, o özünü doğrultmaz. Amma əsas odur ki, qoskocaman Türkiyə Cumhuriyyəti Türk Dövlətləri Təşkilatında rəhbər olaraq, aparıcı olaraq bunları eləməlidir. Bəli, biz Türk dünyasına təşəkkürümüzü, vətəndaş olaraq mən təşəkkürümü bildirirəm. Dövlət olaraq dəfələrlə bu deyilibdir. Dövlət başçısı tərəfindən də deyilibdir. Türkiyə Cumhuriyyəti, Pakistan dövləti, ondan sonra Türk adlanan insanların, özünə Türk deyənlərin bizim 44 günlük savaşda böyük dayağımız olublar. Hər cür dayağımız olublar. Elə vur demək vurmaqdan da irəlidir. Dədələrimiz belə deyiblər. Belə dəstək veriblər və dünyada bizə bu dəstəyi veriblər. Biz onları özümüz ölənə qədər dövlətimiz də əbədi yaşasın, dövlətimiz də hər zaman onu xatırlayacaq və deyəcək. Və bunun xidməti danılmazdır. Burada Ərdoğanın müstəsna xidməti var. Amma bu demək deyil ki, bütövlükdə bu məsələlərdə Ərdoğana irad tutmaq olmaz, Ərdoğanın siyasətinə qoşulmaq olmaz. O da bizim çapımızda deyil. Yəni, sadəcə demək olar, amma indi onu müstəqil yazar yaza bilər, təhlil edən yaza bilər, yazarlar, media mənsubları deyə bilər, siyasətçilər də deyə bilərlər, amma Azərbaycan siyasətçilərinin bu məsələdə haqqı biraz azdır. Sizin Türkiyəyə çox səfərləriniz olub, Mirmahmud bəy, vaxtı ilə oradakı siyasətçilərlə görüşləriniz, mən Dövlət Baxçalı ilə bağlı, xüsusilə Türkiyə tarixində, Türkiyənin son illərdəki fəaliyyətində siyasətçilər deyəndə ağla bir neçə nəfər şəxs gəlirsə, çoxdur siyasətçilər təbii ki, bunlardan Rəcəb Tayyib Ərdoğan və Dövlət Baxçalının indiki münasibətləri, əlaqələri deyilir, söylənir, amma müxalif düşərgəsinə bir yönələk, ora baxaq. Yəni, Rəcəb Tayyib Ərdoğan səviyyəsində və aşağı-yuxarı demirəm tam olaraq ona yaxın, necəsə müqayisə edə biləcəyimiz və ya Türkiyədə önə çıxarıla biləcək, önə sürüləcək, Azərbaycan və Türkiyə münasibətlərini bir də müxalif mövqedən, belə deyək, düzgün şəkildə dəyərləndirə bilən, yəni müxalifətdə olmaq pis bir şey deyil, amma misal üçün Kılıçdaroğlu'nun bir örnəyini gördük seçki kampaniyası dövründə. Elə bir xəritə ortaya atdı ki, heç orada Azərbaycan yox idi. Bu bizim ictimaiyyət tərəfindən xoş qarşılanmadı. Yəni mənfi bir obraz kimi qiymətləndirildi. İndi baxaq, Türkiyə iqtidarına baxaq, müxalifətinə baxaq. Bu münasibətlərə töhfə verə biləcək, qoruyacaq, daha da möhkəmləndirəcək. Rəcəb Tayyib Ərdoğan deyək, Dövlət Baxçalı, daha kimlərin adını çəkmək olar və bu baxımdan oradakı sizin xatirələriniz nə idi? O, bilirsiniz nədir? Bir var partiyanın mövqeyi. Məsələn, partiyalar daha çox səs almaqdan ötürü ortaya mövqe qoyurlar, seçkilərə belə qatılırlar. Türkiyədə də belədir, Azərbaycanda da belədir. Nə səs gətirirsə, ona deyirlər. Amma dövlət başqadır axı. Əgər o partiyada olan siyasət dövlət rəhbəri olanda da, dövlətdə təmsil olunanda da davam etdiriləcəksə, o qədər uğur verməz. Burada milli mövqe və dövlət mövqeyidir. Dediyiniz nümunəni adam hakimiyyətə gəlsəydi, olsaydı, o nümunədə mənim Azərbaycanı kənarda qoyacaqdı, qoya bilməzdi. Yəni, və Türkiyənin özü də təkcə adını sadaladığınız və sadalamadığınız adamlardan ibarət deyil.
Yəni sabahki gündə MHP-nin elə bir məktəbi var ki, Allah uzun ömür versin Sayın Dövlət Bağçalıya, onun bütün silahdaşlarına da uğurlar arzulayıram. Amma bu dönəmin ardı ondan qat-qat güclü olacaq bir addımda irəli olacaq. Eləcə də Erdoğandan sonraki dönəm, eləcə də bax görürsüz indi baş verənlər, CHP-də baş verənlər filan. Yəni Türk milləti də, millət özü də xali deyil və özü də öz içərisindən bu adamları yetişdirəcək. Onda orada bir ciddi başqa bir məsələdir, toxunmadığımız məsələ var ki, düşmənlərin hazırladığı başqa şey var, xarici düşmənlərin ki, bu sonraki dönəm ya yerində saysın, növbəti dönəm, ya da bir addımda geri olsun. Bunu hər zaman dünya siyasəti, İngilis siyasəti, Yahudi siyasəti, Fars siyasəti, Fransız siyasəti, Rus siyasəti buna çalışıb. Özdə indi yox, 1850-ci illərdən üzbəri. Yəni buna çalışıb ki, şərq məsələsi gündəmə oturandan bəri dünya siyasətində bu iş görülür və yerində sayılsın, ayır buyur olsun və yerində saymasa belə imkan olsa bir addımda geri olsun. Yəni bu var, amma bunu da bacarmayıblar. Şükürlər olsun ki, bacarmayıblar. Burada ad çəkmək, sonraki dönəm üçün ad çəkmək doğru deyil. Ona görə mən dedim ki, ora bir ümmandır, ora müdaxilə eləmək bizim haqqımız deyil. O qədər var ki, heç eləsi var ki, biz tanımırıq onu. Şəxsən sizə təmasda olduğunuz, ara sıra münasibətdə olduğunuz, görüşdüyünüz, danışdığı kimlərsə varmı yəni bugünkü Türkiyə siyasətində? Əlbəttə ki var, üzr istəyirəm. Amma ad çəkmək doğru deyil. Ad çəkmək ədəbdən kənardır. Şübhəsiz ki var. Daha güclüləri var, daha gəncləri var, daha perspektivliləri var. Təbii bunların hamısı var. Hamı elə bilirdi ki, CHP qutardı. Görürsünüz, əvvəlki başqan da indi qərarla uzaqlaşdırılan başqan gəldi. Görürsünüz, nə böyük bir sıçrayış oldu. Sonra indi bəlli oldu ki, bunlar daha nədir? İndi Kemal bəy gəlib yenə də başqa bir məsələ. Sabah özü bəlkə də bir ortalığa deyək ki, elə bir namizəd qoyacaq ki, o namizədi biz tanıyırıq, amma gözləmirik. Elə deyilmi? Yəni, özü birdən görünəcək belə və o da öz missiyasını yerinə yetirəcək. Hər kəs öz borcunu, oyunun borcunu yerinə yetirəcək. Yəni, bu məsələ bizim müzakirə mövzumuz olsa belə, amma bizim təsir dairəmizdə deyil. Bizim dediklərimiz də ona görə biraz, belə deyək də, ədəbdən kənar olmasın deyə demirik bunlar. Türkiyə siyasəti tarixində bir obraz da var. Daim müxtəlif fikirlərlə, qeyri-adi açıqlamalarla yadda qalır. Söhbət Doğu Perinçəkdən gedir. Onun bu yaxınlarda bir fikri də mənim diqqətimi çəkdi. O qeyd edir ki, Türkiyə Avropanın, Amerika Birləşmiş Ştatlarının başını buraxıb, Rusiya ilə, İranla, Çinlə müttəfiqliyə önəm verməlidir. Doğrudur. Belə bir çıxışı mən xatırlayıram, Dövlət Bağçalı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sonuncu BMT toplantısına getməzdən öncəki belə deyək, dövründə səsləndirmişdi. Bu da nə ilə bağlıdır? Həmin dövrdə Amerika Birləşmiş Ştatları Türkiyə gərginliyi var idi. Bir xəbərdarlıq idi ki, Amerika diqqətli ol, öz hərəkətlərini düzəlt, yoxsa biz artıq müttəfiqliyi dondurub başqa istiqamətə keçə bilərik. Amma indiki dövrdə, bugünkü vaxtda, üstəlik də bu yaxınlarda bildiyim qədər bir aydan sonra NATO-nun samiti keçiriləcək. Hətta Trumpın belə Türkiyə gəlişi gözlənilir. Nəyə xidmət edə bilər belə açıqlama? Nədir? Yəni bu belə qeyri-adi yəni. Məsələn, siz dəvət eləyirsiniz qonaq verilişə və dəvət eləmisiniz məni. Mən də gəlmişəm və heç mən bilmirəm ki, sizin mövzunuz nə olacaq. Yaxud planlaşdırmışıq ki, filan mövzu danışacağıq. Gəldik, çıxdı bu mövzu. Düzdürmü? Eyni zamanda Türkiyə məsələsi. Bəli, bu məsələlər. Yəni bu informasiya bolluğundan və dəqiq informasiyaların olmasından irəli gələn bir məsələdir. Təbii ki, biz Rusiya, Çin, Türkiyənin qəti əleyhinəyik bu ittifaqın. Millətçi olaraq əleyhinəyik. Və o cümlədən də bu məsələdə Dövlət bəyin dediyi də biz onu da qəbul edilməz sayırıq özümüz üçün. Amma onun bildikləri bizimkindən çoxdur deyə, informasiyası çoxdur deyə. O, Türkiyə üçün hazırlanan planlardan xəbərdardır deyə, Türkiyə üçün qazılan quyunu görür deyə, bu məsələdə bugün bu aktualdır deyə bunu deyir. Ondan qabağa görür ki, vəziyyət gərgindir, Dövlət bəy Ərdoğana deməli xəritə, Türk xalqlarının, topluluqlarının xəritəsini hədiyyə edir. Jestdir də belə. Və özdə iqamətgahında hədiyyə edir. Burada da hər şey qırmızı göstərilir filan da. Bütün Türk uluslarının
Türk xalqlarının məskunlaşdığı ərazi dünyada, xüsusilə də Rusiya ərazisində bunların hamısını təqdim edir. Bu bir siyasətdir, bir diplomatiyadır, bir gedişdir. Bu artıq qırmızı, ondan Çar Rusiyası, Sovet Rusiyası, bugünkü Putin Rusiyası, bugünkü işğalçı, dünənki də işğalçı idi filan. Bu qan içən imperiyanın dur deməkdən ötürüdür filandır. Və buradan da həm də bunu deyir. Deməli, onda bu vacib idi. O xəritə çox önəmli idi deyə o qoyulur ortalığa. Bugün də Türkiyənin başının üstündəki buludları dəf eləməkdən ötürü bu iş görülür. Yaxud dünən Türkiyədə, dünən yəni rəmzi olaraq dünən Türkiyədə tamamilə başqa bir siyasət idi və bu siyasətdə bugün isə xüsusi olaraq deyilir ki, terrorsuz Türkiyə. Bu adam biraz belə daimi ardıcıl baxan çaşbaş qalırdı. Nətər oldu bu? Nətər oldu? Dünən o vacib idi. Aktuallıq kəsb eləyən o idi. Bugün Türkiyəni qorumaqdan ötürü, parçalanmanın qarşısını almaqdan ötürü terrorsuz Türkiyə ən mühüm şuardır və doğru şuardır. Qəbul eləsən də belədir, qəbul eləməsən də belədir. Hə, deyəcəklər ki, dünənlər axı sən, nə bilim, nə Geniyada filan kəsi həbs elədiniz, gətirdiniz, İmralıya göndərdiniz filan oldu. Bundan barış eləmək olmaz. Bu axı çocuq qatilidir, bu 40 min adamın qanı var bunun əllərində filan var, belədir. Doğrudur, var. Bugün Türkiyənin parçalanmağının qarşısını alan siyasət terrorsuz Türkiyə siyasətidir. Vəssalam, yəni çox açıq və net budur. Amma bir də orada başqa bir məsələ var ki, bəzən də bu məsələləri biz belə gözləmirik, məsələn Türkiyədən ki, bunlar olmamalıdır. O da Türkiyənin özünün dövlət mənafeyinə xidmət edən siyasətindən irəli gəlir və bunu da unutmaq olmaz. O bu cür bunu qəbul elədi və biz də onu qəbul eləməliyik. Nə üçün onun o işini özü yaxşı bilir. Biz ona deyə bilmərik ki, irad tuta bilmərik, ya təhlil eləyəndə gəzişmələr eləyib deyə bilərik, amma bunun o siyasətə təsir imkanları sıfırdır. Biz özümüz üçün bu studiyada bir neçə min adam baxır, ona görə danışırıq və bizə də elə gəlir ki, güya ki, doğru danışırıq filan, yox, elə belə danışırıq da. Yəni, hamı belədir. Mahmud bəy, verilişimizin sonunda axırıncı sualda sizə səsləndirmək istəyirəm. Qarşıdan 24 iyun mərhum prezident Əbülfəz Elçibəyin doğum günü gəldiyindən elə bu sualı da sizə vermədən verilişimizi yekunlaşdırmaq istəməzdim. Ona görə sonuncu sualımı da elə bu istiqamətdə qoymaq istəyəcəm və məhz sizinlə bugün səhv etmirəmsə axırıncı verilişimiz 1 il bundan öncə idi. 1 il sonra yenə Mediatürkdəsiz. Sonuncu verilişimiz canlı bağlantı üzərindən idi və 1 il sonra heç Mediatürkdə axırıncı bir veriliş edəndən sonra bildiyim qədər heç bir televiziyada çıxış etmədiniz. Yenə də təşəkkür edirik ki, bizim o ricamızı yerə salmayıb bugün studiyamıza gəldiniz və 1 ildən sonra yenə də Mediatürkdə sizinlə ilk efirimizi, sonuncu efirdən sonraki bugünkü ilk efirimizi edə bildik. Və bilmək olmaz, qismət olar yenə də bir yaxın vaxtlarda, yaxın aylarda görüşərik. Bu proses 1 il çəkməz. Ona görə 24 iyuna çox az qalır. Bu sualı da vermək istədim. Sizin Əbülfəz Elçibəyə yaxınlığınızı, bağlılığınızı xatırlayaraq, ən azı düşünərək belə bir sual da maraqlı olardı ki, bugünkü Azərbaycanı görəndə, görsəydi əgər, bugünkü Azərbaycanı görürsə, necə bir fikir deyərdi sizə, öz belə deyək, mövqeyini, reaksiyasını hansı şəkildə bölüşə bilərdi? Torpaqlarımız işğaldan azad olunub, Türk dövlətləri bir araya gəlir, Türk dövlətləri təşkilatı adlanır, struktur tamamən dəyişir və bu birlik, bu mücadilə, bu mübarizə, bugünkü çətinliklər, qarşıdakı hədəflər elə fikirlər ola bilərdi ki, bəzən ictimaiyyət önündə onu açıqlamasın, sizə şəxsən deyə bilərdi və ya ictimaiyyət qarşısında bunu ifadə edə bilərdi. Necə olardı sizcə bugün, nə deyə bilərdi? Siz ehtimalla danışmaq, yəni xüsusilə də böyük bir şəxsin Əbülfəz Elçibəyin adından, yəni onun sözcüsü olaraq, yaxud belə o nə deyə bilərdi demək, həm mənəvi cəhətdən, həm də belə deyək də, elə siyasi cəhətdən də çox qüsurludur. Yəni, olmaz. Amma belə deyək də, yəni biz Azərbaycan Cumhuriyyətinin bu yaxınlarda 108 illiyini qeyd elədik. Və Azərbaycan Cumhuriyyəti ilə bağlı yer gəlmişkən, hətta Məhəmməd Əmin Rəsulzadə özü də kitabını Azərbaycan Cumhuriyyəti adında yazıb. Yəni, bu bilinsin deyə mən deyirəm. Yəni, biz sonradan onu tədqiqatçılar, başqaları, Avropa, Azərbaycan Demokratik Respublikası, Azərbaycan Xalq Cumhuriyyəti və s. deyib. Möhürlərində də belədir Azərbaycan Cumhuriyyəti. Yəni, o Cumhuriyyətin davamı olaraq, onu bərpa eləyənlərdən birisi olaraq Əbülfəz Elçibəy tarixdədir. Azərbaycan ordusunun bünövrəsini qoyaraq tarixdədir. Azərbaycan milli valyutasını
gətirərək tarixdədir. Və o cümlədən də yəni düzdür, bir mənalı qarşılanmır bu, amma tarix üçün həm də bilinməlidir ki, bizim də tərəfimizdən deyilməlidir ki, 33 il bundan öncə də Heydər Əliyev də Azərbaycana, Bakıya, Naxçıvandan Bakıya dəvət eləyəndə Əbülfəz Elçibəy olub. Yəni bu da faktdır. Düzdür, bunun əleyhdarları çoxdur. Deyirlər o belədir, filandır və s. Həm məsələyə biraz başqa cür baxanda, itirilmiş illərə baxanda, problemlərə baxanda bu cür qiymətləndirilir. Amma bu da faktdır. Onun yəni xidmətləri danılmazdır. Amma o yəqin ki, bu cür arzulamazdı da, belə deyək ki, gecə oldu. Axı biz 30 il torpaqlarımız işğalda qaldı. Belədir. İlk türk şahinləri bəyin ölümündən bir il sonra Bakı səmasında oldu. Bəyin arzuları idi. İlk türk hərbiçiləri, təlimçiləri və əskərləri, zabitləri Elçibəyin zamanında oldu. Yəni dəvət olundu bura. İlk Türkiyədə hərbi təhsil alanlar Elçibəyin zamanında oldu, göndərildi. Test üsulu ilə belə seçildi, göndərildi. Yəni bu görülən işlərin bünövrəsində Elçibəy var. Arzuları da var, real olaraq iştirakı da var. Üzr istəyirəm. O cümlədə də Elçibəyin 33 il bundan qabaq hakimiyyətdən devrilməsi, qiyam yolu ilə devrilməsi də var. Bugün cümə günüdür. Cüməniz mübarək olsun bütün izləyicilərin də, hər kəsin də. Dualarınız, ibadətləriniz qəbul olsun. Təbii torpaqların azad olunması hər kəsin böyük arzusuydu. Amma bizim nə qədər insanımız, minlərlə, bəlkə də 10 minlərlə, bəlkə də daha çox, yaddan olsa 100 minlərlə, milyon adamımız, yəni Nadir Şahdan sonra, torpaq itkisindən sonra bu həsrətlə dünyasını dəyişib ki, Azərbaycan torpaqları yoxdur. İndi bəzi adamlar ağız göyçəkli eləyib danışırlar, məsələn, yerindən duran danışır da, özü də bilmir, amma danışdırırlar onu ki, 1 milyon kvadrat kilometr ərazi boyan Şah İsmail Xətaiyə dil uzadan oğullar tapılır, igidlər, belə qəhrəmanlar filan da. Zadında belə ağlına zadına adam şübhə eləmir, amma baxırsan ki, yox, şübhəli görünür. Belədir. Yəni bu ərazilərin bütövləşməsi üçün işğalda olan, ən azından yaşımız çatan, tədqiq elədiyimiz, oxuduğumuz kitablardan gördüyümüz və s. bunları bərpa eləməkdən ötürü çalışan, arzulayan, dua eləyən, amma onu görməyən adamlarımız var. En qədər, düzdürmü? Bunlar gerçəkləşdi. 44 günlük savaşda və o 23 saatlıq antiterror əməliyyatında. Təbii ki, bunu hər kəs alqışlayardı, ruhları da şad idi hər kəsin. Amma dediyim kimi onu birbaşa konkretləşdirib Elçibəy adından demək mənim həddimə deyil, mənim ağlıma deyil. O məndən kənardır. Yəni bu imanım olmasaydı mən də deyərdim, Elçibəyin adından danışardım. Ağlım olmasaydı mən də deyərdim, danışardım. Amma biraz var da, biraz zərrə qədər də olsa imanım var, biraz da ağlım var. Amma bunlara görə hesab eləyirəm ki, hər şeyə görə minnətdarlıq olmalıdır. Amma bu Elçibəyin arzularının gerçəkləşməsidir. Bunu deyə bilərəm mən. Arzularının Bugünkü Azərbaycanda olanlar. Bəli, baş verənlər və üzr istəyirəm, yəni torpağın işğaldan azad olunması onun arzularının gerçəkləşməsidir. Amma indi burada daha nələr var? Biz bu qədər forumlar keçirdirik. Dünya dövlətləri sayı bilinməyən, qonaqlar sayı bilinməyən. Amma Azərbaycanın qaz problemi var, gülüncdür. Mən 2 gün bundan qabaq təsadüfən bir verilişə baxdım. Qəbələ ölkənin ən inkişaf eləmiş rayonudur. Qəbələ az qala 2-ci paytaxt olur, 3-cü, 4-cü, Gəncədən sonra belədir. Qəbələdə qazı olmayan kənd var. Yardımlıda 10% qazlaşdırılıb kəndlər. Biz Avropa ölkələrində qaz veririk. Meşələrimiz də 0 yoxa çıxıb. Amma ekoloji daha çox da lazım olan filan da belə tədbirlər keçirdirik. Yaşıl dünya ilə bağlı, hər şeylə bağlı, meşələrin qorunması ilə bağlı qaz problemi var. Yəni bu ciddi məsələdir, özü problemdir. Kəndlərimizdə qaz yoxdur. Bu siz xatırlatdınız deyə deyirəm. Yəni mən 1 il 8 aydır efirlərdə yoxum. Son dəfə də sizlə görüşmüşəm, o da deyəsəm bağlantı ilə olubdur, belədir. Və belə, mən həkimlərimə minnətdaram. Sonra bu baş verən məsələlərlə bağlı biraz sarsıntı yaşadım deyə ona görə də olmamışam. Bütün Azərbaycan insanına, bizə, ailəmizə dəstək verən hər kəsə minnətdaram.
elə buradan deyirəm, Azərbaycan mediasına minnətdaram ki, mənim ağır faciəli günlərimdə məni tək qoymadı. Bütün siyasilərimizə minnətdaram. Çoxsunu da o görüşlərdə tanımadım. Allah hamınızı qorusun, bütün millətimizi qorusun inşallah. Yəni bu məsələlərdə həm də problemimizi deməliyik. Yəni Elçi bəy bu məsələlərlə bağlı böyük qayıdış var Azərbaycanda, bax o problemin davamı olaraq. Böyük qayıdışa mane olan böyük əngəllər var. O ancaq dövlət səviyyəsində həll olunmalıdır və nəzərə alınmalıdır, üzr istəyirəm. Yəni elə məsələlər vardı, indi başlanıbdır, eşitdiyimə görə Şuşada bu başlanıbdır. İnsanlara, Şuşanın keçmiş əhalisinə, məskunlaşana, yenidən qayıdıb öz evinə gedənlərə imkan yaradılır. Deməli, öz evini bərpa eləsin. Zahiri məsələlər isə də dövlət tərəfindən olacaqdır, yəni küçə hissəsi filan. Bunu bütün rayonlarda eləmək lazımdır. Bütün rayonlarda eləmək lazımdır. Yəni bu Şuşada bu eksperiment aparılır. Şuşanın böyük bir hissəsinə Pənahəli xanın adını vermək lazımdır. Bunun əvvəlki adı Pənahabad idi. Hər şey bərpa olunur da. Belə deyək ki, hüquqlar bərpa olunur filan. Bu olmalıdır. Bizim yəni səhiyyədə, təhsildə olan problemlərimizi Azərbaycan hökuməti, nazirlərimiz, Təhsil Naziri, Səhiyyə Nazirliyi, təbib bizdən, məndən şəxsən 100 qat artıq bilir. Amma bu problemi həll eləmək gücündədir axı o həm də. Onun gündəlik işidir bu. Bunu həll eləsinlər də, bu aradan qalsın. O deyirik, filan məsələ hazır olmalıdır təhsilimizdə və gəlməlidir, dövlət siyasətinə çevrilməlidir. Bu tədris olunmalıdır, gəlib çevrilməlidir. O adamlar sabah gəlməlidir, əvəz eləməlidirlər. Bu olmalıdır. Bizim hərbiçilərə böyük borcumuz var. Azərbaycan ordusuna böyük borcumuz var, şəhidlərimizə borcumuz var, onların valideynlərinə borcumuz var, qazilərə borcumuz var. Bizim hərbidə ən böyük problemimiz ev problemidir. Hərbiçi gəldi, oldu, gəlib, zabit olana qədər də ev ala bilmir. Bir də görüşü vaxtı çatdı, filan yaşdadır, tərxis olunur. Ev ala bilməyib, növbə var. Amma bizim elə hərbi, Müdafiə Nazirliyinin elə əraziləri var ki, Bakının ortasında, yerini də göstərə bilərəm. Orada o hərbi hissənin ərazisi ləğv olunub, onun içərisində göydələn tikilib, hətta qəsr tikilib, qəsr. Minlərlə. Onlardan elə o hərbiçilərə də vermək lazımdır. O növbədə duran, ev növbəsi çatana yaxın tərxis olunan əsgərlərimiz, hərbiçilərimiz var, onlara ev verilməlidir. Bu narazılıq, bu aradan qalxmalıdır. İşsizlik var. Yəni Elçi bəy məsələsindən danışdığımıza görə, Elçi bəyin bu məsələyə münasibəti necə olardı? Bunlar deyilməlidir. Uşaq pulunun əleyhinə çıxan adam, verilməsinin əleyhinə çıxan adam bu millətdən deyil. Türk oğlu türk deyil, türk qızı türk deyil. Əhalimizin yaşamasından ötürü. Mən də çox uşaqlı ailədə böyümüşəm. Biz 14 nəfər olmuşuq, 9-umuz bu gün də yaşayır. O bəyənmədiyim və yıxılmasında iştirak elədiyim Sovet imperiyası 5 manat da olsa pul verib. Onda qənddə məsələn 1 manat uzaq yol idi, dəmir yolu yox idi deyə 1 manat 5 qəpiyə, 1 manat 2 qəpiyə satılırdı. 1 kilo qənd filan. Onun buydu filan da. Amma uşaq pulunun hesabına o əhali, o çox uşaqlı əhali yaşaya bilirdi. Bunu həll eləmək Azərbaycan hökuməti üçün bugünkü günündə bir su içimi qədər asandır. Heç bir problem yoxdur. Qazilərə verilən 80 manatı artırmaq heç nədir. Gözü yumulu artırmaq mümkündür. Bunu istəməyən adam bu hökumətin siyasətini bəyənməyən adamdır. İstəmirsə, yox hələ bu qədər qalsın. Bu hökumətin əleyhinədir, bu yürüdülən siyasətin əleyhinədir. Uşaq pulunu vermək vacibdir, lazımdır, olmalıdır. Kim də bunu geçsin, indi orada yəqin ki yazacaqlar, nəsə yazacaqlar da, şərhlərdə filan da. Hardan gəldin, hara çıxdın, nə bilim nə filandır belədir. Bax, bu Elçi bəy həm də bunu istəməzdi, bu problemlər, bu daxildə bu problemlər olmasın. Bizim qonşularımız onsuz da əleyhdarlarımızdır. İran Anti-İslam Cumhuriyyəti bu tərəfdən, Rus Federasiyası bu tərəfdən, başqaları belə filan. Hətta indi Rus daha ölümcül vəziyyətdədir də güya ki siyasəti, yox ölümcül də deyil.
Amma yenə də görürsünüz ki, deyir, elə Paşinyanın arxasında vurmaq istəyir, Ermənistanı təzədən qaldırmaq istəyir və s. bunlar var. Yəni onlardan əl çəkmirlər. Ona görə də bütün bunlar olmazdı ki, Allah istərdi ki, olmasın, biz də istəyərdik olmasın. O cümlədən də Elçi bəy də bu cür arzulayardı ki, yəni daxili problemlər olmasın. Bu qədər mühüm işlər görülüb, böyük işlər görülüb. Bu böyük işlərin arxası gəlməlidir. İrad tuturlar ki, mən şəhidlərin qisaslarını almaqla Allah ruhlarını şad eləsin də, bizə nəsib eləsin deyirəm. Dəyişdim bu gündən, hörmətli irad tutanlara deyirəm. Mən şəhidlərimizin ruhunu şad etməyi bizə nəsib eləsin deyirəm. Qisasını alaq, aldıq, bitdi məsələ. Bu normal yaşasın şəhid ailəsi. Ancaq üzdə görünən yox da, yəni deyək ki, hamısı normal yaşasın, problemsiz yaşasın. Qazilər problemsiz yaşasın. Yəni bunlar olsun və hər görüş bir vidadır. Bu gün həm də görüşdüm. Sizə də təşəkkür edirəm. Həkimlərimizə də təşəkkür edirəm. Bütün insanlarımıza təşəkkür edirəm. Allah millətimizi qorusun və ucalsın inşallah. Sağ olun Mahmud bəy. Biz sizə Allahdan uzun ömür, can sağlığı və ən xoş günləri yaşamağı arzu edirik və bugün studiyamızda olduğunuz üçün də təşəkkürümüzü bildirərək ümidvarıq ki, növbəti yaxın vaxtlarda yenə görüşüb daha xoş, daha gözəl və bizi sevindirən bir çox məsələlər ətrafında da. Təbii ki, problemlər də olacaq. Bu da həyatımızın bir hissəsidir. Çətinliklər, problemlər varsa, bu da həm də bizim güclənməyimiz üçündür. Bu da çox vacibdir və növbəti efirlərdə də inşallah görüşmək ümidilə bir daha təşəkkür edirik studiyamızda. Bugün həm də 24 iyun vasitəsilə xatırlatdınız deyə biz onu Türklük günü kimi qeyd eləmişik. 7-si iyunu biz Elçi bəyin doğum üzr istəyirəm, seçildiyi günü də demokratiya günü kimi qeyd eləmişik və bu məsələyə görə də xatırlatdığınıza görə də Türklük günü münasibəti ilə də bütün haqq sevərləri, Elçi bəy sevərləri təbrik edirəm. Sizə təşəkkür edirəm. Çox sağ olun. Belə, dəyərli izləyicilərimiz, gündəm masada verilişinin bu saat olan növbəti canlı yayın buraxılışı yekunlaşır. Studiyamızda dəyərli qonağımız Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mir Mahmud bəy Mirəloğlu ilə birlikdə regionda və baş verən ətrafımızda bir çox mühüm məsələləri müzakirə edib gerçəklikləri sizə çatdırmağa çalışdıq. Studiyada həmçinin sizin qarşınızda İllər İsmail idi. Yayımımızı bəyənin, kanalımıza abunə olmağı unutmayın ki, gedişatdan daha geniş auditoriya Mediatürk TV vasitəsilə xəbərdar ola bilsin. Növbəti efirlərlə yenidən görüşmək ümidilə. Sağ olun, sağlıqla qalın. Yayımı bəyənib, kanala abunə olub, bildirimləri aktiv etməyi unutmayın. Kəlbəcərin möcüzəsi, təmiz havası, sərin bulaqları, min dərdə dəva çiçəkləri, əzəməti, enerjisi ilə Bakıya gəlib. Kənd Baba Kəlbəcər balını sizə yollayıb. Kənd Babanın Kəlbəcər balı Duty Free-nin, Port Bazarın bəzəyidir, balların şahıdır. Kənd Baba Kəlbəcər təbiətinin ürəyindən süfrənizə süzülən ruhdur. İndi sifariş edin. Vallah, əsl Kəlbəcər balı